Deyin oxu gəlsin Bir nağıldı indi hemen senli günlerim Hayallarımda canlanır Ah o şirin hatireler O hazin hatireler Nece hoş hatirelerdi Hal-hazırda Hüseyin qardaşımız Elgizin verilişindədir. ARB televiziyasında və artıq məşhurluğa doğru yavaş-yavaş addımlarını atmağa başlayır. Hazırda mənim dəyərli videografım Heko Quliyevlə bir yerdəyik. Hansı ki Hüseynin klipini Heko ilə bir yerdə işləyəcək. Hekoya dərin təşəkkürümü bildirirəm ki, dəstəyini əsirgəmədi. Uşaqlar, Hüseyin üçün bir dənə klip çəkəcəyik. İnşallah. Bir dənə klip çəkəcək. Qırğın da. İndi gedirik Hüseyni götürməyə. Oradan gedəcək səs yazma studiyasına. Mahnımızı tam təhvil götürüb gedirik klipimizin rekvizitlərini hazırlamağa və çəkməyə. Hüseyin, nə düşünürsən? Nə vaxta qədər çatdıra bilərik klipi? Klipi bugün ayın 9'uda. İnşallah ki 15'ine kimi təhvil verəcəm. Qəşəng. 15-i klipi izləyərsiniz. Bugün də videonun sona qədər izləyin ki, bütün gedişatları öz gözünüzlə görəsiniz. Getdik. Deyək, qaqamız da bizi gözləyir. Duruşa bax, maşallah. Qaqamda artıq ulduz duruşu var. Gəl Murat, gəl. Uşaqlar səndən qabaq gəldi. Necəsən? Nə var, nə var? Ay Hüseyin. Heko Hüseyin. Nə edirsən? Her vaxtınız xeyir dostlar Hazırsan Murat? 100%. Bugün möhtəşəm gündür. Bu mahnımız artıq çıxır. Gedirik klipin işlərinə start Həm də verməyə. yorucu gündür. Yorucu gündür, həqiqətən. Çünki aranjmandan İnşallah ki izləmədə qalım möhtəşəm. Bax, bizim bu yoruculuğumuzu bir dənə səni, mikrofon da işləmir maşında. İşləmir canı sağ olsun, canlı. Getdi. Bir nağıldı indi hemen senli günlerim Hayallarımda canlanır Ah o şirin hatireler O hazin hatireler Nece hoş hatirelerdi Maşallah. Hüseyin, sən fanatların maşın qabağını kəsib. Düş görüş. Düş görüş. Necəsin uşaqlar? Hüseyin. Mahnını gözləyirsiniz? Hoş. Deyirsən, mənim can dostum. Ayxan, nə var, nə yox? Mən də heç irəli boş getmir amma. Yığıram bir kaset fulu gətirirəm. Gələ qaqam, bazı səs sabseli ilə içərsən. İndi bax, bizim bu ofisiant qardaşımızı trend eləyək bu ölkədə. Daha ofisiant qardaşımızı da tanımayan yox. Trenddir də demək olar. Onda bu bizi reklam edir də, belə çıxır ha. Onda da bura nəyə gəlmişsin? Çıx getdi qaqa, da olsa sən məşhursan deyir. Yox, hələ daha da çox yəni alına bilər. Sıra uşaqlar, niyə? Yavaş-yavaş. Oturaq. Yazaq da cuma. Ha, yazaq da cumalarımızı. Yazaq. Hələ axşama qədər burada elə bir asan şeydir. Vallahi billah. Sizin 5 dəqiqə, 3 dəqiqə baxdığınız videoya bizim 5 gün, 3 gün vaxtımız gedir. Ona görə də hamı bu videoya like qoyur. Bax, bizim Afcan qardaşımızı trend eləyir. Biz də İnşallah indirik. dəyərli izləyicilər, möhtəşəm bir şey gələcək. Yəni Hər biriniz izləmədə qalın. yəni dəstək olmusunuz, bura kimi gətirmisiniz. Bundan sonra dayanmayın da, davam eləyək. Davam eləyək. Bir nağıldı sənli Bir nağıldın oxu. Getdik. Bir nağıldı indi hemen senli günlerim Hayallarımda canlanır Ah o şirin hatireler O hazin hatireler Nece hoş hatirelerdi Bir nağıldı indi hemen senli günlerim Hayallarımda canlanır Ah o şirin hatireler O hazin hatireler Nece hoş hatirelerdi Yaşaydı məncə, yox. Ayxan, necə fikirləşsən? Məncə də pis. Uşaqlar, qalmışıq iki variant arasında. Ayxan Dəniz mix masterimiz deyir ki, remix eləyək, bu tərzdə eləyək. Amma mən də deyirəm ki, orijinal oxusun, yəni orijinal versiyasını. Kommentariya yazın da sizə bax beləncə ritmik mix variantda oxuyaq yoxsa orijinal.
hara geçsen ya. Bir nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. Ah o şirin hatıralar, nice hoş hadireler. Bir nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. Ah o şirin hatireler, o hazin hatireler, nice hoş hatireler. Ne bileyim kardeşim. Belki gidek elimizde padnos təzədən orada oxuyaq gələk bura. Bir nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. Ha, Ebru orada daha üstdən oxuyurdu. Kardeşim, O Padrus'un gücüdür ona göre. padnos yere düşəndən bəri elə bir o deyil, desən. Ne varsa Padrus'lar. Kardeşim, davaya getdi bir dənə bu fuldan bırak. Getdi. Nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. 2 gün öncə vardı əlində padnos. Günə 15 manat verirdi sənə boss. Qərara gəldin həmin gün sən də qoşulacaqsan bir gün trendə. Səsimi yazdın, attın TikTok'a. Bugün artıq biz veririk burada hokka. Hüseyin və Roş, bizim heç bir dəqiqəmiz geçmir boş. Ey millət, sən bizimlə coş. Oh. Bir nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. Ah o şirin hatireler, bu hazin hatireler, nece hoş hatireler. Uşaqlar, əgər siz də yüksək keyfiyyətdə, münasib qiymətə, Ayxan, Həli. hansı xidmət? Aranjman, remix, səs yazma, mix master. Nə bilim, studiya ait, səs yazma studiyasına ait nə varsa hamısını bacarırıq. Müraciət eləyə bilərsiniz. Bu Ayxan Dənizin nömrəsidir. Bütün digər məlumatları da videonun açıqlama bölümünə yerləşdirəcəm. Gəlin, ulduz olun. Getdik, də var. Bir nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. Ah o şirin hatireler, o hazin hatireler, nece hoş hatirelerdir. Bir nağıldı indi hemen senli günlerim, hayallarımda canlanır. Ah o şirin hatireler, o hazin hatireler, nece hoş hatireler. Və belə dostlar, mahnıdan indi biz çox spoiler vermək istəmirik sizə. Qoy həvəslə ayın 15-i, 16-sı, bax bu radiolərdə bu ayın 15-16-sı mayın klipimiz çıxacaq. Heko Glif necə möhtəşəm bir klip çəkib, hamısını görəcəksiniz. Amma indi burada videonu bitirək ki, sizi də biraz intizarda qoyaq da, hə Ayxan? Həli, həli. 100% olmalıdır. Məncə hər bir kəs bu videonu like qoysun, bol-bol komment yazsın və video paylaşsın ki, çox insan artıq xəbər olsun ki, aha, klip gəlir. Klip gəlirsə, klip tutdusa, trend oldusa, bu qardaşımıza toy təklifləri gələcək. Artıq ruzisi bu sənətdən gəlməyə başlayacaq. Artıq dedik də, padnosu qoyaq bir qırağa, bu qardaşımızı məşhur eləyək. Nə deyirsiniz mənim gözəl Çalışın dəstək olun ki, trendə düşə bilsin. Mütləq. Öpürəm sizi. İnşallah klip vaxtı görüşərik. Sağ olun. Açıldı kapılar, gider